Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Elhamdülillahi hamden kesiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yerdah. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim inneke hamidun mecid. Bugünkü dersimiz Muhammed ibn Abi Zeman'in Ehl-i Sünne ve Cemaat'ın Usul-ü Sünne adlı kitabındadır ki geçen defaki dersimizde muhakkikin Ebu Malik el-Rayyashi'nin mevzu etrafında olan bəhsindən danışdıq. O da mevzumuz qədər barəsində. İlgili var belə xatırlayaq ki, keçən dəfəsində geçdik. Demək, Əhl-i Sünnə və Cemaat qədərin Allah Subhanahu wa Taala tərəfindən ona iman gətirirlər. Həmçinin qədər də uzun Cəbrail hədisində də imanın 6 şöbəsindən biri olduğu da vurgulanmışdır. Və hər bir şey də və həmçinin müsəlmanlar hamısı Əhl-i Sünnə və Cemaat alimləridir. İttifak ediblər ki, hər bir şey Allah Subhanahu wa Taala'nın qədəri ilədir və Allah Taala öz kitabında bunu buyurur ki, "İnne kulle şeyin halaqnahu bi qadar." Və biz hər bir şey öz qədəri ilə yaratdıq. Və lüğəti mənasında deyir ki, bir şeyi tərtib etmək, bir şeyə hədd qoymaq, bir şeyi sonlandırmaq mənalarını verir. Bundan sonra dedik ki, qada və qadar mənaları nədir? Məsələn, qada və qadar hükmullah Teala. Yəni bir şeyi Allah Taala'nın xoşa gələn, xoşa gəlməz, onun mövcud olması, tərtib və müəyyən bir sifətdə, müəyyən bir vaxtda hansı şəkildə varid olmasının bildirən hər hansı bir hadisəyə əl-qada deyilir. Əl-qada da şəri hükmündədir ki, Allah Subhanahu wa Ta'ala hər bir məxluqatı təyin etdiyi müəyyən ölçüdə, müəyyən vaxtda istədiyi şəkildə hasil olan müəyyən əməllərdir. Dedik ki, burada Hafiz ibn Rəcəb rahimehullah qədərin iki dərəcəsi olduğunu bildirdi. Birincisi ki, Allah Subhanahu wa Ta'ala'nın hər bir şeyi yaratdığı, yəni hər bir şey öncədən təyin etdiyi, bu Allahın ilmul qədimdir ki, əvvəlki köhnə elmində hər bir şey Allah Subhanahu wa Ta'ala olmamışdan əvvəl onları istər şər olsun, istər xeyir olsun, istər ibadət olsun, istər asilik olsun, hər bir şey Allah Subhanahu wa Ta'ala əzəli elmində, yəni öncəki elmində Allah Ta'ala ola bilir. Yəni o şey hasil olmadan, həyata keçirilmədən Allah Subhanahu wa Ta'ala onun necə olacağını Allah Ta'ala və ya necə olacağını və hansı zamanda necə olsa necə olacağını Allah Subhanahu wa Ta'ala təyin etmişdir. İkinci dərsi də Allah Subhanahu wa Ta'ala qulların feillərini Allah Subhanahu wa Ta'ala yaradır. Allah Ta'ala qulların feillərini də Allah Subhanahu wa Ta'ala yaradır. Və həmçində biz burada keçdik ki, buna müxalif olan bir neçə firqələr vardı ki, onlardan ki, bütün peyğəmbərlər müxalif olan bütün insanlar, bunlar məsələ üçün deyək ki, ilhad, mulhiddlər və həmçə fəlsəfələr buna daxildir ki, onlar ümumiyyətlə deyir ki, Allah Subhanahu wa Ta'ala heç bir şey yaratmamışdır. Heç bir şey, çünki kainatda olan hər bir şey bir cüz'iyyətlərdən, hissəciklərdən variddir, mövcuddur. Yəni, hər bir şey hissəciklərdir. Yəni, hissəciklərdən də törənib artmış və ya ki, hissəciklər bir-birinə birləşərkən mövcud olmuş və əgər hər bir şey hissəciksə, Allah Subhanahu Ta'ala bu hissəcikləri bilməsi qeyri-mümkün deyərəkdən bu fəlsəfəsə deyirlər ki, Allah Subhanahu Ta'ala heç bir şey bilmir. Və ikincisi də, birincisi deyir ki, peyğəmbərlər, bütün peyğəmbərlərin düşmənləri qədər bütünü inkar edir, bir də fəlsəfəçilər və mulhiddlər və həmçində qulatul qədəriyyə bütünlüklə bunu inkar edir. Və dedik ki, burada bütün peyğəmbərlərdən gələn hədislər bunların bu iddiasının bir daha batil olduğunu bir daha ortaya qoyur. Çünki Allah Subhanahu Ta'ala burada sonra dedik ki, burada bəyan məratibil qədər, qədərin 4 mərtəbəsi var idi. Birinci mərtəbə nə idi? Birinci mərtəbə Allah Subhanahu Ta'ala'nın ilmur Rab, Allah Subhanahu Ta'ala'nın bilməsi. Çünki burada biz keçdik Bəqara surəsində müəyyən bir ayə oxuduq. Və ikinci mərtəbə Allah Subhanahu Ta'ala bilir ki, Allah Ta'ala bilir. Sonra Allah Ta'ala'nın məşiyyəsi var, o bildiyinin istəməsi var. Ondan sonra gəlir ki, Allah Ta'ala bildi, istədi və o şey də xəlq olunur. Xəlq, bunu da yerdən çıxarmır. Axırıncısı da birincisi dedik, Allah Subhanahu Ta'ala'nın elmi, ikincisi Allah Ta'ala'nın həmən şey yazması, üçüncü məşiyyə, onun bilməsi, dördüncüsü isə Allah Ta'ala onu xəlq etməsidir. Və bundan sonra burada qalmışdıq ki, Yəqulu Şeyxülislam İbn Teymiyyə rahimehullah və qad dalla fəriqan minən-nasi el-xadin fil-qadar bil-batil. Qədərdə batil yolla xəsm edən, yəni mübahisə edən kimsələr, yəni iki firqə vardı ki, onlar qədərdə
yəni hüccətsiz, dəlilsiz mübahisə etdiklərinə görə zəlalət firqələrinə daxil olmuşlardır. Birincisi odur ki, kəzəbət bihədə və qalət, onlar qədəri təksib etmişlər və deyirlər ki, İnnəhu la yəxru əf'alul ibad. Allah Teala qulların feillərini xəlq etmir. Yəni qulların feillərini xəlq edən Allah Subhanahu va Taala deyildir. Və la yəşə'u kullə ma yekun. Və Allah Teala'nın istədiyi hər bir şey olmur. Və hətta ki, olan şeylər Allahın istədiyi ilə deyil. Aydındır. Bunlar misal li'ənnə zunubə qabihətun və huvə la yef'alul qabihə və iradətu qabihətun və huvə la yuridu qabihə. Deyirlər ki, Allah Teala nə qulların əməllərini yazmışdır, nə də ki onları istəmişdir. Çünki qulların, yəni günahlar, savablar demişik ki, Allahın qədərinə daxildir və hər bir günah da xoşa gəlməz, iyrənc bir şeydir. Və Allah Subhanahu wa Taala da iyrəncliyi, yəni xoşa gəlməz hərəkətlər istəməz və Allah Taala'nın da xoşa gəlməz bir iradəsi ola bilməz. Bundan dolayı bunlar deyir ki, Allah Subhanahu wa Taala'nın qədəri yoxdur, qədər təyin etməsi deyə bir şey yoxdur. Çünki bunlar haqsız yerə, dəlilsiz olaraqdan qədər mövzusunda mübahisəyə qalxışdırırlar və əlbəttə ki, özlərini o dərəyə atdılar. Bu azanlı firqələrdən birisi budur. İkinci firqə firqatü səniyə, ləmmə rəət ənəhu xalq hədə kullu. Son baxın, birinci firqə inkar etdi. İkinci firqə deyir ki, gördülər ki, Allah Subhanahu taala hər şeyi yaradandır. Və ləm tummi ənəhu xalqa hədə hikməti. Və sonra inkar etdilər ki, deməli belə deyək. Birinci firqə inkar etdilər. Diqqətli olun ha. Allah Teala burada deyir ki, birinci firqə inkar etdilər. Deyir ki, Allah Teala pis şey yarada bilməz. Və günahlar pisdir və günah da pisdirsə, Allah Teala pis şeyi yarada bilməz və ya ki, pis bir şeyi qulundan, insandan olmasını istəyə bilməz. İkinci zəlal firqəsi deyir ki, yaxşı, bunlar cənnətə gəlirlər ki, Allah Teala hər bir şey yaradandır. Elə isə onlar Allah Teala'nın istər yaxşı olsun, istər pis olsun bir şeyin qədərdə, bir şeyin hasil olmasını, onlar yəni o hasil olmasındakı hikməti inkar edirlər. Aydın diqqətli olun. Allah Teala ondakı hikməti inkar edirlər. Yəni Allah Teala hər şey yaradandır, lakin hikmətsiz yaradandır. Bəl qalət, əlavə olaraq deyirlər ki, İzə kənə yəxluqu hədə, deyək ki, Allah Teala bir şey yaradarsa, fəyəcuzə ən yəxluqu kullə şərrin. Deyək, əgər Allah Teala hər şey yaradansa, icazəlidir ki, Allah Teala şərri, bizzat Allah Teala şərri yaratsın. Və lə yəxluqu şeyin li hikmətin. Və Allah Teala'nın istədiyini, yaratdığındakı o şər və ya ki, o xeyir, Allah Teala orada gizli hikməti yoxdur. Heç bir hikməti yoxdur. Hikmətsiz yaratır. Yəni, əsassız, mahiyyətsiz, qayəsiz yaratır. Mənalarına gəlir. Və mə təmmə fi'lun tənəzzəhu anhu. Bəl kullu mə, yəni onlar heç bir Allah Teala'ya bu izafə olunan bu şər, bu pislik, bunlar heç bir şeyini Allah Teala münezzeh tutmadılar. Bəl kullu mə kənə mümkünən cəz ən yef'alu. Yəni kainatda olması, yəni gerçəkləşməsi mümkün olan hər bir şeyin Allah Teala tərəfindən yaradıldığını iddia etdilər. Və bu da hikmətsiz olaraq da yaradıldığını iddia etdilər. Və cəvvəzu ən yə'mur bi kulli kufrin və ma'sə. Və bu firqə icazəli gördülər ki, Allah Teala hər bir insanın küfrü və isyanı əmr edə bilər. Və həmçində hər bir insandan imanı və itaati də inkar edə bilər. Yəni etdirməyə bilər. Və həmçində sadiq, doğruluğu və ədaləti də Allah Teala qullardan inkar edə bilər. Və ya ki, onlara əmr edə bilər ki, sən ədalətli ol və ya ki, əmr edə bilər ki, sən ədalətli olma və s. Və ən yu'əzzibəl ənbiyə və həmçinin Allah Teala peyğəmbərlərə əzab verməyə də bacarar. Əzab da verər. Və həmçinin fironları, müşrikləri də Allah Teala öz cənnətinə sala bilər. Nemətlərindən nemətləndirə bilər. Və bu bana bənzər iddialar. Bunlar da dediyimiz kimi qədər məsələsində elmsi olaraq mübahisə edən iki firqə idi ki, birinci onlar Allah Teala'nın heç bir şey yaratmadığına, çünki Allah şər hər bir şey Allah Teala'nın feilindəndir və şər Allah izafə olma. İkincidir ki, hər şey Allah Teala yaratırsa və yaratmasına hikmət yoxdur. Amma əhl-i sünnə və cəmaət deyir ki, Allah Teala bir şey yaradırsa, onun arkasında gizli hikmət vardır. Sonra və şərru leysə ilallah bi vəchin minəl vucuh. Yəni bunların bu ikinci firqəyə, zəlalətə, idalət firqəsinə rədd olaraq onlara açıqlayaraq deyir ki, və şərru leysə ilallahi subhanahu wa ta'ala. Şərlər Allah subhanahu wa ta'alana izafə birbaşa izafə olunur. Məsələn, itaat birbaşa Allah Teala izafə olunur. Amma şər birbaşa Allah bizzat olaraqdan özü-özlüyündə Allah Teala izafə olunmur. Yəni Allah tərəfindən Allah Teala izafə olmalıdır. Fə innəhu və inkənəllahu xaliq əfəl ibad.
Buna baxmayaraq ki, Allah subhanahu wa ta'ala nə olsun ki, qulların feillərini yaradan Allah Teala'dır. فَخَلْقُهُ لِلطَّاعَاتِ نِعْمَةٌ وَرَحْمَةٌ Allah subhanahu wa ta'ala'nın insanları itaati yaratması, itaati onlara müessir etmesi Allah Teala'nın onlara nimeti ve rəhmətindendir. Ama Allah Teala'nın günahları yaratması ise lehu fihi hikmetun ve rahmetun. Hikmet ve orada gizli bir rahmet ve hikmet vardır orada. Ne için Allah Teala bizden müəyyən bir günahın hasıl olmasını ve üzül vermesini Allah Teala istəyir. Ve hu ma'a hada adlun minhu. Ve belə bu saydığımız bu itaatdə ve günahlarda Allah Teala'nın hikmetli olması bu Allah Subhanahu wa Taala tərəfindən bir ədalətdir. Allah Subhanahu wa Taala tərəfindən bir ədalətdir. Fəmə zalama lin-nasi şey'a və Allah Subhanahu wa Taala heç bir kimsəyə zərrə qədər də belə olsa zülm etməmişdir. Velakinnen-nasu li-anfusihim zalimun. Lakin insanlar öz-özlərinə zülm edəndirlər. Və həmçinin fəinnəmə mimmə cəaləhu yunkiruna xalqallahi təala bi əf'alil ibad və həmçinin Allah Subhanahu wa Taala qulların feillərini yaratması inkar edirlər və deyirlər ki, huwa annahum lan yufarriqu beynel iradati şer'iyyə və iradati kewniyyə. Və onlar deyir ki, burada Allah Subhanahu wa Taala yəni onlar Allah Taala'nın iradati kewniyyə ilə və iradati şer'iyyə arasında fərq qoymurlar. İnne iradeti Teala yenqusu min qismi və Allah Subhanahu wa Taala'nın istəməsi də iki qismə bölünür. Allah Taala'nın mövcudlar içərisində hər hansı bir şey, istər xeyir olsun, istər şər olsun, istəməsi, iradə, istəməsi iki qismə bölünür. Birinci qism, bunu Şeyxülislam İbn Teymiyyə deyir ki, iradetun nuv'an, iradetun diniyyə, Allah Taala'nın dini ayinləri istəməsi, itaat, ibadət, sevgi, məhəbbət, yaxşılıq, sədəqə, bu Allah Taala'nın dini iradələridir. Və buna da bərabərdir ki, Allah Subhanahu wa Taala'nın əmr etməsi, qadağan etməsi, sevgi, buğz, riza və qadab bunlar hamısına daxildir. Və iradət-i kewniyyə gəldiksə, Allah Taala'nın kainatda olacaq hadisələrin istəməsi isə və bu da həmçinin Allahın qəza və qədər, xalq və qudra buna daxildir. Fəl-iradət-i kewniyyə bu iki qismini açıqlayır. Fəl-iradət-i kewniyyə Allah Taala'nın kevni iradəsi nədir ki? Kevni iradəsi odur ki, hiyə iradətul müstəməd li vuqu'ul murad. Və kevni qədər odur ki, Allah Taala'nın kevni iradəsi ki, o Allah Taala'nın təyin etdiyi təqdirin qaçınılmaz olduğunu bildirir. Yəni kainatda Allah Subhanahu wa Taala'nın istədiyi şeylər qaçınılmadan mütləq hasil olacaqdır. Bundan çıxış yolu yoxdur. Nə istəyirsə olacaqdır. Bu iradətil kevniyyədir. Məşə Allahu kən. İstədi Allah Teala oldu. Və mə ləm yeşə ləm yekun. İstəməsə olmuyor. Hada iradetun fi misli qavlihi və Allah bu da yəni bu iradətil kewniyyə, iradətul mustamil vuqu'ul murad. Allah bu iradətil kewniyyə odur ki, Allah Teala'nın muradının vacib yəni hasil olmasının vacib olmasını bildirir. Yəni Allah Teala kevni qədərdə bir şey olmasını istədisə, orada qaçış yolu yoxdur. O onun nəticəsi şərtinə bağlıdır. Buna dəlil Allah Subhanahu wa Taala bu ayədə buyurdu ki, Ən'am surəsinə buyurdu ki, "Fəmən yuridillahu an yehdiyə şahsadrahu lisə." Allah kimi hidayət yoluna yönətmək istəsəydi, onun qəlbini İslam'a açardı. "Və men yurid an yudillahu yec'al sadrahu dayyiqan haraca." Və kimi də azdırmaq istəsəydi, sankidir o göğe qalxılmış kimi sinəsini darlaşdırardı. Yəni burada yine Allah Subhanahu wa Taala'nın hidayeti isteməsi vardır. İkinci bir delil وَلَا يَنْفَعُكُمْ نُصْرِ اِنْ أَرَادْتُ اَنْ أَنْصَحَ لَكُمْ اِنْ كَانَ اللّٰهُ يُرِيدُ اَنْ يُغْوِيَكُمْ. Bunu Hud suresini geçir 34. ayetinde. Eğer Allah Teala eğer Allah Teala sizlerin azmasını isteseydi, benim size nəsihət etməyim sizə heç bir fayda vermədiydi. Burada Allah Teala'nın kevni qədəri var ki, onların istəməsi mümkün deyil. Və qala Teala Allah Teala buyurur ki, "Vəlau şə Allah məqtətəlu velakinna yefəlu mələk." Allah istəsəydi ondan vuruşmaz idi. Lakin Allah Teala istədiyini edir. Və həmçinin Allah Teala Kəhf surəsində buyurur ki, "Vəlau la iz dəxalte cennete qultu ma şə Allah la quvvete illa billah." Əgər sən vəlau dəxaltil cennete öz bostana daxil olduqda Allahın istəliyi ilə və qüvvət və güc sahibi yalnız Allah Teala'dır desəydin, belə bir ayə keçir və bunun bənzər misallar.
İkinci növ iradetü diniyeti şer'iyyə. Dedi ki, birinci kövni qədərdə bir şeyin hasıl olması qaçınılmazdır. Aydındır. Nəticəyə bağlıdır. Mesela Allah Teala'nın kövni qədərləri mesela üçün deyək ki, bir insan artıq ölüb. Mesela üçün deyək ki, Fironun küfrü. Bu Allah'ın kövni qədəri idi ki, ona dəlillər sunulsa belə artıq iman gətirməyəcək. Və həmcə Əbu Bəkirin o halı kövni qədəri idi ki, Allah Teala onun artıq müsəlman olduğunu yazmışdı. Artıq o vaqi oldu. Çıxış yolu yoxdur. Ama Allah Teala'nın dini şəri qədərisi odur ki, yəni istəkləri odur ki, iradəsi وَهِيَ مَحَبَّةُ الْمُرَادِ رِضَاهُ وَمَحَبَّةُ أَهْلِهِ Allah Teala'nın bir şeyi sevməsi, onu istəməsi, həmən ki onu edən əhlini sevməsi və onları o etdiyi yaxşı əməllərdən razı qalması və bunu edənlərə qarşı mükafat verməsi. Bu Allah Teala'nın şəri dini iradələridir. Deyir Allah Teala yuridullah bikumul yusra və la yuridu bikumul usra. Allah sizlər üçün rahatlıq istər, çətinlik istəməz. Və həmçinin Allah Teala buyurur ki: "Men yuridullah liyec'ala aleykum min harcin velakin yuridu en yutahhirakum ve liyutimma ni'metehu aleykum." Allah Teala sizi çətinliyə salmaq istəməz. Lakin Allah Teala sizləri günahlardan təmizləmək istəyər. Və həmçinin Allah Teala buyurur: "Yuridullah liyubeyyine lekum." Allah Teala şəriətinizi belə sizə bəyan edir. "Və yehdiyekum sunellezine min qablikum ve yetubu aleykum." Sizdən əvvəlkilərin yolunu sizi yönəldir. İstəyir ki, bunun Allah Teala sizin günahlarınızı bağışlasın. Vallahu alimun hakim. Allah Teala vallahi yuridan yetuba aleykum. Bu hamısı yaxşı xüsusiyyətlərdir. Və Allah Teala'nın iradəti diniyyədir. Allah Teala sizlərin sizin tövbə etməyinizi, sizi tövbə yolundan, şəhvət yolundan, nəfsi istək yoluna azdıranlardan meyl edərək sizləri haqq yoluna gəlməyinizi və sizin günahlarınızı əff etməyinizi Allah Teala istəyər. Və həmcə Allah yuridullah en yukhaffifa ankum. Allah Teala sizdən günahlarınızı biraz yəni şəriəti sizin üçün xəfifləşdirmək istəyər. Və xuluqal insan zəifə. Və nəticə olaraq da insan zəif yaradılmışdır. Və hadihil iradətu la testezim vuku'un murad. Və bu qismdəki yəni dini iradələrdə sən məsələn yaxşı bir şey istəməyin, sevgidir, rizadır. Bu şeylərdədir ki, Allah Teala'nın muradının hasil olması mümkün deyil də. Allah Teala istəyir bunları. Və yaddan çıxartmayın. Yəni iradəti kövniyyədə hər bir şey Allah Teala'nın yəni qaçılmazdır. O hasil olur, amma iradəti diniyyə də Allah Teala məsəl üçün onları istəyir. Lakin onu sənə vacib etmir. Necə ki Fironun küfrü kimi ona vacib etməyib. Lakin ona dəlillər ərz olunub. Və buna baxmayaraqdan o küfrü imandan daha üstünü tutdu. Məsələn Allah Teala bizləri namazı əmr edir. Və Allah Teala'nın bu bizi namazı əmr etməsi iradəti diniyyədir ki, içimizdə bəziləri əgər iradəti kövni olsaydı, yer üzərində hər bir şey məcbur olaraq itaat etməlidir. Amma bu Allah Teala'nın iradəti diniyyədir ki, burada Allah Teala'nın muradı nəticəyə bağlı deyil. Hasil olmur. Aydındır. Belə bir fərq var. Həmçə fayda yoxdan və yələq və hədəl bəb, yəni bu baba deyir ki, məratibül hidayə buna daxil olunur. Məratibül hidayə buna daxil olunur. Məratibül hidayə buna daxil olunur. Son anda. Hidayətin 4 növü də buna daxil olur. Yəni bu qədər mövzusundadır. Hidayətin məratibül hidayə bu baba daxil olunur. Birinci, hidayətul əmmə. Yəni insanların hidayət olması yine Allah Subhanahu Taala'nın təqdiri ilə, qədəri ilədir. Birinci odur ki, mərtəbətul ula hidayetul amme, ümumi hidayət. Ümumi hidayət. Əlləti hiyə qarinetul xalqi və dilalə aləl Rabb. O da qullara Allah Taala'nın var oluşuna bir işarələr, bir dəlalətlər. Məsələn, yaratması və ya da xəlq etməsi və s. bunlar. Bu ümumi hidayətdir ki, belə insan, ağıllı insan, müdrik insan, fitrəti pozulmayan insan baxır aləmə, ümumi hidayət olunur ki, bunu bir yaradan var. Aydındır. Bunu bir yaradan var. Bunu bir icad eden var. Sonra bu peyğəmbərlər gəldikdən sonra bu ümumi hidayət çevirir xüsusi hidayətə. Və o zaman peyğəmbərlər və ya salih insanlar, müdrik insanlar, hikmətli insanlar o ümumi hidayətdə olan insanları doğru yola yönəldirlər. Hansı ki o ümumi hidayət olan qövmlər hansı peyğəmbərlərə rast gəlibsə,
Uzağa getmək bizim peyğəmbərimizdə məsəl üçün bizim o vaxtı zamanda yaşayan insanlar da Allah Taala'nın yaradan olduğunu, öldürən dinini bilirdilər. Lakin bununla yanaşı onlarda ümumi hidayət var idi. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem onlara la ilahə illallahla gəldikdə onlar arasında fərq yarandı. Kim iman gətirdisə ümumi hidayət üzərə, onlar oldu müsəlmanlar. Kim hidayət etmədisə, onlar qaldı küfürlərdə. Hadi Allah Taala'nın ümumi hidayəti var. Burada Firavun deyir ki Musa'ya, "Femen rabbukuma ya Musa?" Ey Musa, sizin ikinizin Rəbbi kimdir? Musa deyir ki, "Qala rabbuna allazi a'ta kull şeyin xalqahu thumma hada." Rəbbim hər bir şey öz xilqətini verən, sonra onu hidayət edəndir. Buradakı hidayət ümumi hidayət olur. Xüsusi bir hidayət yoxdur burada. Məsələn, namaza, oruca, zəkata və s. Allah da hər bir şey öz xilqətini verəndir və onu hidayət edəndir. Burada a'ta kullu şeyin xalqahu bu ayə hər bir şey öz xilqətini verəndir. Yəni ennehu a'ta minel xalqi ve tasvir ma yasu bihi lima Allah Taala'nın bir şeyi hansı surətdə yaratdısa ona uyğun olaraqdan surət verməsi. Və onu nə üçün yaratmışdırsa, yəni bu ayə barəsində təfsirdir ki, Allah onu nə üçün yaratmışdırsa, onu həmin onun üçün nə münasibdirsə ona hidayət etdi. Və hadahu limen yasluhu fi ma'işatihi və mat'amihi və məşrabihi və menkahihi və taqallubihi və tasarrufihi. Allah Teala məsələn heyvanı yaratdı. Ona lazım olan, onun uyğun olduğu şəkildə, belə təsəvvür edin. Allah Teala heyvanı yaratdı. Ona lazım olan şəkildə, onun yeməsini, içməsini, nədən qidalandırmasını onun üçün münasib olan şəkildə yaratdı. Və onu nə ilə qidalanmasını, nələrlə yedilməsi, hansı işləri görüb insanlar və ya özünə fayda verməsi, onu da Allah Teala öyrətdi. Yəni, özü boşlu başına bunu etmir. Allah Teala orada həmçinin onların hidayəti vardır. Və həmçində və o kiminlə evlənməli, kiminlə artımı necədir və s. Nə ilə evlənməlidir, nə ilə artımdır. Məsələn, insan hansı surətdə verdi, onun öz maişətini, yəni yaşayışını necə tənzimləyə bilər, necə dolana bilər, nə yeyə bilər, nə içə bilər. Aydındır, nə ilə evlənə bilər, nə ilə həyat artım eləyə bilər. Bunların Allah Teala hamısı bizə şuurumuzda Allah Teala bunu təlqin etmişdir və bu hidayət üzərə biz bu işi davam etdiririk. Yəni, bu dedik ki, bu aya bahsində verilən, yəni cümhur müfəssirlərin verdiyi ən əsas məşhur rivayətdə budur. Və həmçinin Allah Teala qaddara fəhədə. Allah Teala təqdir etdi və insanlara hidayətə yönəltdi. İkinci hidayətdə olan səviyyə, ikinci dərəcə. Hidayətul irşad vəl bəyan lil mükəllifin. Mükəlləflərə, yəni həddi buluğa çatmış hər bir kimsəyə irşad vəl bəyan. İrşad və bəyan. İrşad işarələr. Məsələn, biz yolda gedəndə, məsələn, Bakıya yol çıxdıqda bizim yolda qarşımız o lövhələr, o irşadlar da hamısı. Aydındır. O irşad və o irşadı, məsələn, götürün, irşaddır, o bilmirik, kimləsə soruşuruq, həmən bizə o irşadı bizə bəyan edir adam. Ki, bu işarə filan yerə gedir, bu işarə filan yerə gedir. Birinci hidayə bizə, ikinci qism odur ki, Allah Teala bizləri müəyyən bir kimsələr vasitəsilə, ümumilə peyğəmbərlər vasitəsilə bizi irşad eləyir, bəyan eləyir və ki, müəyyən bir kimsələr vasitəsilə bizləri irşad edir, yəni irşad yönətməlidir, Allahdan yönəlməsi, kimisə bildirməsi, dəlalət etdirməsi. Məsələn, mən sənə dedim ki, sən buradan belə get, filan yoldan keç, filan yerə get, mən sənə ərşad dükə, yəni mən sənə irşad elətdirdim həmən gedəcəyin yerə. Buradan o daxil ki, bizə məsələn hidayət yolları bizə göstərilir. Filan yerə et, filan şey et, filan əməli et və s. Bu yolu bəyan edirəm sənə. Və hədil hidayə ilə təstədim husulü təvfiq. Bu deyir, bu bəyan, bu irşad deyir, müvəffəq olmasını deyir, gərəkdirmir. Sən məsələn göstərə bilərsən. Sən məsələn bir şey hidayət istəyə bilərsən. Quranla, sünnədən dəlil göstərə bilərsən bir kimsəyə. Sən bu zaman, sən ona hidayətul irşad və bəyanla onu təlqin edirsən. Amma ki, sənin ona göstərdiyin, ərz etdiyin bu dəlillərin müvəffəq olması mümkün deyildir ki, özünə bağlı deyil. Əgər bu hidayət növündə, bu ona bağlı deyildir. Yəni, haqqa tabi olması. Buna da dəlil olaraq Allah Teala buyurur ki, وَأَمَّا ثَمُودَ فَهَدَيْنَاهُمْ Səmuda gəldikdə biz onları hidayət yolunu göstərdik, yönətdik. فَاسْتَحَبُّ الْعَمَى عَلَى الْهُدَى Və lakin buna baxmayaraq da onlar
zəlaləti, körlüğü, hidayəti üstün tutdular. Aydındır. Və həmçinin Fussilet surəsini keçdi. Sonra Allah Teala buyurur ki: "Və mə kana Allahu liyudilla qauman ba'd iz hadahum hatta yubayyin lekum ma yettaqun." Allah Teala bir qövmü doğru yola yönəltdikdən sonra uzaqlaşmaları zəruri olan şeyləri onlara xəbərdar etmədən onları həmin yoldan azdırmaz. Yəni Allah Teala bir qövmə doğru yola yönəltdikdən sonra onları uzaqlaşmaları zəruri olduğu şeyləri xəbərdar etmədən onları həmin yoldan azdırmaz. Aydındır? Demək insanlar bir şey azmırlar. Bir başa onlar azmırlar. Allah Teala onları göstərir, bəyan edir və ondan sonra azdır. Məsələn bu keçən ayət daha aydındır ki, biz Səmuda, yəni Səmun qövmünə hidayət göstərdik, bəyan etdi peyğəmbərləri. Lakin onlar körlüğü hidayətin üstü gördülər. Yəni tabi olmadılar. Aydındır. Və hədəl bəyan və dilalə. Yəni bu peyğəmbərlərin etdiyi bu şeylər hamısı nədir? Hidayətu və bəyandır bunlar. Hidayətu, əl-bəyan və dilalə. Dəlalət etdirməyin və bu da bəyan etməyindir. Sonra fəhədir hidayətu hiyəlləti əsbət Allah li rasulihi. Və Allah Teala deyir ki, bu hidayətin üçüncü növünü peyğəmbərində isbat etmişdir. Deyir ki Allah Teala və innəkə lətəhdi ilə sırat-ı mustaqim. İnnəkə lətəhdi ilə sırat-ı mustaqim. Doğrudan həqiqətən sən doğru yola yönəldənsən. Yəni burada Allah Teala yəni bildirir ki, sən insanları bəyan etdirən, irşad etdirənsən. Və ləvə anhu milkil hidayətil əl-mucibə. Allah Teala lakin onu hidayəti onda saxlamağı, malik olmağı qədər inkar etdi Allah Teala onda. Yəni sən hidayət edənsən, lakin o nəticəni hasil olması səndə deyil. Yəni müvəffəqiyyət səndən deyil. Buna dəlil olan Allah Teala deyir ki, Allah Teala birinci ayədə deyir ki, innəkə lətəhdi ilə sırat-ı mustaqim. Sən istədiyini doğru yola yönəldirsən, irşad elətdirsən, hidayəti bildirirsən. Amma ki, innəkə lətəhdi mən əhbəbdir. Lakin Allah Teala deyir ki, sən deyir, istədiyini doğru yola yönəldə bilməzsən. İstədiyi burada Allah Teala'nın istədiyi dedikdə burada həmən o hidayətin onun qəlbinə daxil olub, haqqı eşidib, haqqa tabi olub yönəlməsidir. Aydındır. Biz məsəl üçün səhə bildiririk ki, qardaş, məsəl üçün deyək ki, belə deyək ki, üz qırxmaq olmaz, o haramdır və s. Sən bunu eşidirsən. Mən sənə hidayətül bəyan irşad edirəm. Amma ki, sənin evə getdikdən sonra gəlib bir aydan görüm sənə o şey səndə formalaşması, o ki, məndən deyil o şey. Axı, mən sana bəyan etdim. Amma onu etməyin, o zaman Allah Teala müvəffəqiyyətidir. Ya da ki, sənin günahlara qarşı səhlənkarlığındır. Və s. Dördüncü mərtəbə odur ki, hidayətin, üçüncü mərtəbə, bu da tövfiq, müvəffəq olmaq və ilham, artıq qəlbinə daxil olması. وَالْخَلِّ الْمَشِيَةِ الْمُسْتَدَمَةِ لِلْفِعِلِ وَهَذِي الْمَرْتَبَةُ أَخَصُّ مِنَ الَّتِي قَبْلَهَا. Bu ki, bu üçüncü qisim, ikincisindən daha xastır. Bunun ki, qədərlərin cahilləri bunu inkar edirlər. Sələf alimləri ki, onların bu əməllərini onlardan çəkindirmişdir. Əslən bədəl əsr izə vəqətən hədə lakin cəbəriyyəti zələməthum və ləm tunsifhum kəmə zələm ənfusəhum. Nəam. Bu hidayətin bu növüdür ki, iki şey özünü daxil edir. Allah Teala'nın fi'lü Rabbi Teala, Allah Teala'nın o həmənki feili, həmənki o hidayətdəki feili, o da hidayətdir. İkincisi də əl-ihtidə. Həm hidayət, həm də ki hidayəti yönəlmək. Əl-hudə hidayət olunmaq. Hidayətin özü. Əl-ihtidə isə artıq onun hidayəti yönəlməsi. Bu da demək, üçüncüsü nədir burada? Həm Allahın feili hidayət insana çatmalıdır, həm də ki qulun o həmən əmələ yönəlməsi olmalıdır. Bundan sonra nə olur? Olur hidayətü tövfiq və ilham. Müvəffəq olursan və artıq qəlbinə yerləşir, artıq ilham olursan həmənki hidayətlə və yaşayırsan. Buna dəlil olan Allah Teala ki, mən yehdilləh və huvəl muhtəd. Allah Teala kimi hidayəti yönəldərsə, o hidayət yolunda olar. Və Allah Teala başqa elədir ki, in təhris alə hudahum fə innəllaha la yehdi mən yudil. Əgər sən deyir ki, onların hidayət olmasına həris olsan belə, Allah Teala
zəlalətə yönəlmiş kimsələrə hidayət etdirən deyildir. Və dördüncü mərtəbə odur ki, hidayətun iləl cənnəti və nər yevmil qiyamə. Qiyamət günündə cənnətə və cəhənnəmə insanların hidayət olunması, yəni yönəldilməsi. Aydındır. Allah təala buyurur ki, mələklər əmr edir ki, Allah təala uhşurullezine zalamu. Uhşurullezine zalamu və ezvacuhum və ma kanu ya'budun. Ey mələklər, sizə zalimları və onların yoldaşlarını və onların ibadət etdiklərini sürün, itəliyin cənnətə doğru, cəhənnəmə doğru. Və mələkə Allahdan gəlsin ibadət etdikləri. Fəhduhum ilə sıratil cəhim. Və onları deyir, cəhənnəm yoluna yönəldin. Allah da mələklərə deyir ki, onları mələklər yoluna yönəldin. Hidayət etdirin mələklər cəhənnəm yoluna. Üzrsən, cəhənnəm yoluna onları hidayət etdirin. Bu da insanın qiyamət gündəki ya möminsənsə ilə hidayətil cənnə və ya da ki, qeyri-əhlisənsə hidayət ilə cəhim. Aydındır. Və həmçinin Allah Teala buyurur ki: "Vellezine qutilu fi sabilillahi len yudilla a'malahum." Allah yoluna vuruşan kimsə Allah Teala onların əməllərini zayi etməz. Seyehdihim və yuslihu balahum. Allah Teala onları daha düzgün, doğru yola yönəldəcək və onların halını yaxşılaşdıracaq. Və bunların bu hidayəti onları öldürdükdən sonra idi. Faqila ma'na seyehdihim ila tariqil cennə. Onlara buradakı seyehdihim sözünün mənası odur ki, seyehdihim ilə tariqil cənnə. Biz səni cənnət yoluna yönəldəcəyik. Və yusu halahum fil axirə. Və axirətdəki yurdunuzu, yəni axirətdəki halınızı yaxşılaşdıracağıq deyir Allah Teala. Və Allah Teala onların əməllərini qəbul edəcəkdir. Allah Teala bizləri xeyirlərə müvəffəq etsin. Bununla kifayət edək. Və sallallahu ala nəbiyyinə Muhammed və ala alihi və sahbihi və səlləm.